Xoş gördük əziz dinləyicilər. Bu gün mən sizə 8-ci sinif Azərbaycan tarixinin 2-ci paraqrafı olan 1-ci Şah Abbasın islahatları haqqında danışacağam. Biz əvvəlki mövzumuzda qeyd etmişdik ki, 1586-89-cu illər müharibəsində Osmanlılar Səfəvi torpaqlarının böyük bir hissəsini işğal etmişdilər və eyni zamanda qeyd etmişdik ki, Osmanlılar Səfəviləri Şeybanilərlə də müharibəyə cəlb etməklə Səfəviləri iki cəbhədə müharibə aparmağa məcbur etmişdilər və beləliklə də dediyimiz kimi 86-89-cu illərdə Osmanlılar Səfəvi torpaqlarının böyük bir hissəsini işğal etdilər. Eyni zamanda Şeybanilər də Xorasanı tutmuşdular. Belə bir çətin vəziyyətdə tarix səhnəsinə 1-ci Şah Abbas çıxır və Şah Abbasın hakimiyyətə gəldiyi vaxt Səfəvi dövlətinin ən ağır dövrlərindən biri idi. Çünki dediyimiz kimi bir tərəfdən Osmanlılar torpaqlarını işğal etmişdi, digər tərəfdən Şeybanilər torpaqlarını işğal etmişdi. Səfəvilər iki cəbhədə müharibə aparmağa məcbur olmuşdular və həmçinin də ölkənin daxilində də vəziyyət çox gərgin idi, çox arzulunmaz bir vəziyyət idi Səfəvlərin vəziyyəti və belə bir çətin vaxtda Şah Abbas hakimiyyətə gəlir və hərbi və inzibati sahədə islahatlar aparır və bu dərsimizdə biz Şah Abbasın həm daxili siyasəti, həm də xarici siyasəti haqqında danışacağıq və 1-ci Şah Abbas ümumiyyətcə 1587-1600 deməli 29-cu illərdə hakimiyyətdə olmuşdu, yəni 42 il hakimiyyətdə olmuşdu və Avropa deməli tarixçiləri Şah Abbası Böyük Abbas adlandırırdılar. Və qeyd etdiyimiz kimi artıq 1578-87-ci illərdə Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə biz əvvəlki mövzumuzda danışmışdıq bu barədə. Səfəvlərin vəziyyəti olduqca çətin vəziyyətə düşür və nəhayət 1587-ci ildə Səfəvi dövlətində saray çevrilişi baş verir və Məhəmməd Xudabəndə hakimiyyətdən salınır və hakimiyyətə onun 16 yaşlı oğlu Şah 1-ci Abbas hakimiyyətə gəlir. Şah Abbasın biz dövrü haqqında ümumiyyətcə Şah Abbasın adını çəkərkən Səfəvlərin vəziyyəti haqqında danışdıq və Səfəvlərin vəziyyətinin çox gərgin olduğu, ərazilərinin Osmanlı və Şeybanilər tərəfindən işğal olunduğunu qeyd etdik. Şah Abbas bəs hakimiyyətə gələndən sonra ilk işi nə olur? İlk işi biz burada qeyd etmişik. İlk işi İstanbul sülhü olur. 1590-cı ildə Osmanlı dövləti ilə İstanbul sülhü imzalayır və bu Səfəv dövlətinin imzaladığı ən ağır şərtli müqavilə kimi daxil olmuşdu. Müqavilənin şərtinə əsasən Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin və Lənkəran bu bölgələr istisna olmaqla qalan bütün torpaqlar verilir Osmanlı dövlətinə və bu müqavilənin şərtinə əsasən də qeyd etdiyimiz kimi Səfəvlər malik olduqları ərazilərin çox böyük bir qismini itirirlər. Bu müqaviləni imzalamaqda Şah Abbasın məqsədi ölkədə deməli sabitlik yaratmaq, yəni belə deyək də xarici siyasətdə Osmanlı ilə müqavilə imzalayıb sakitlik yaratmaq və ölkəni daxildən möhkəmləndirmək və ondan sonra həm Osmanlılardan, həmçinin də Səfəvlərdən, üzr istəyirəm, Şeybanilərdən tutduğu əraziləri geri almaq məqsədi daşıyırdı. Və dediyimiz kimi Şah Abbasın islahatları biz burada qeyd etmişik. Şah Abbasın deməli islahatın sahəsi hərbi və inzibati sahəni əhatə eləyirdi. Gəlin ilk öncə hərbi islahatına baxaq. Hərbi islahatında deməli biz burada qeyd etmişik. Səfəvi qoşun deməli yeni qoşun növü yaradır və Qızılbaş qoşunu ilk olaraq bundan başlayaq. Çünki Səfəvi ordusunun əsas hissəsini, qoşunun əsas hissəsini Qızılbaş qoşunu təşkil eləyirdi. Azərbaycan Qızılbaş tayfalarından təşkil edilmişdi bu qoşun və qoşunun dediyimiz kimi əsas hissəsini təşkil eləyirdi. Bundan sonra qulamlar var idi burada. Qulamlar kimlərdir? Qulamlar uşaq yaşlarından deməli yəni xristianlardan və digər qeyri-din nümayəndələri müsəlmanlaşdırılaraq sarayda xüsusi deməli tərbiyə verirdilər. Yəni onlar Səfəvi əhval-ruhiyyəsində
yetişdirilirdi ki, bunlar da qoşunda mühüm mövqeyə malik idilər. Sonra topçular da xüsusi topxana və topçular dəstəsi yaradılmışdı. Əsasən qala mühasirəsi vaxtı bu istifadə olunurdu ki, qala mühasirəsi vaxtı həmin o toplardan deməli qalanı almaqda istifadə olunurdu. Və burada biz qeyd etmişik tüfəngçilər. Tüfəngçilər də müxtəlif vilayətlərdən, yəni rəiyyətdən toplanırdı, kənd əhalisindən toplanırdı. Bu da bir qoşun növü idi. Həmçinin deməli 1-ci Şah Abbasın hakimiyyətinə qədər Səfəvi ordusu yəni daimi nizami ordu yox idi. Ordu qızılbaş tayfalarının qeyri-nizami dəstələrindən toplanmışdı. Tayfa başçıları vahid komandanlığa tabe olmur, müstəqil hərəkət edirdilər. Zəif nizam-intizam vardı. Bu da Səfəvi ordusunun döyüş qabiliyyətini aşağı salırdı. Həmçinin odlu silahdan geniş istifadə olunmurdu. Və ona görə də bu islahatları keçirmək zəruri idi. Ona görə məhz Şah Abbas bu islahatları keçirmişdi və bu ordu sahəsində olan çatışmazlıqları Şah Abbas aradan qaldırır, odlu silaha malik olan nizami ordu yaradır və ordu tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edilir və ayrı-ayrı biz qeyd etdiyimiz kimi bu qoşun növləri yaradılır. Həmçinin Şah Abbas mərkəzi hakimiyyətə tabe olmayan qızılbaş hərbi əyanlarını cəzalandırır. Qızılbaş tayfa başçılığında irsilik prinsipi ləğv olunur. Qızılbaş tayfa başçılığında irsilik prinsipi ləğv olunur. Baxın, bunu biz idarəçilikdə olan irsilik prinsipi ilə səhv salmalı deyilik. İdarəçilikdə olan irsilik prinsipi, yəni monarxiya olduğu vəziyyətdə qalmışdı. Sadəcə tayfa başçılığında Şah Abbas irsilik prinsipini ləğv eləyir və bu da ölkədə sabitliyin yaranmasına, mərkəzi hakimiyyətinin nüfuzunun xeyli artmasına kömək etmişdi. Növbəti başlığımızla davam edirik. Biz qeyd etdik ki, Şah Abbasın islahatları hərbi və inzibati sahəni əhatə etmişdi. Hərbi və inzibati sahəni əhatə etmişdi. Və hərbi sahədən biz danışdıq. İndi gəlin inzibati sahədə olan yeniliklərə nəzər salaq, görək inzibati sahədə Şah Abbas hansı yeniliklər etmişdi. Deməli, Azərbaycan bəylərbəyliyi yaradır Şah Abbas. Azərbaycan bəylərbəyliyi yaradır. Deməli, bu bəylərbəylik Ərdəbil, Xalxal, Zəncan, Qaradağ və Lənkəran. Bu ərazilər hesabına Azərbaycan bəylərbəyliyi yaradır və həmin bu Azərbaycan bəylərbəyliyində Azərbaycan qoşunu adlı xüsusi qoşun növü var idi. Və bununla da bunu yaratmaqla, yəni Azərbaycan bəylərbəyliyini yaratmaqla və Azərbaycan qoşunu adlı qoşun növünü yaratmaqla da Şah Abbas Azərbaycanın dövlətçilik ənənələrini qorudu. Eyni zamanda Şah Abbas paytaxt köçürülməsi edir. 1598-ci ildə paytaxtı köçürür İsfahan şəhərinə. Ümumiyyətcə Səfəvilərin yəni hakimiyyətdə olduğu 1501-1736-cı illərdə hakimiyyətdə olduğu dövrdə 3 paytaxt olmuşdu. Təbriz, Qəzvin və İsfahan. Təbriz 1501-ci ildə dövlət yarananda olur. 1555-ci ildə 1-ci Təhmasib onu Qəzvinə köçürür və 1598-ci ildə qeyd etdiyimiz kimi Şah Abbas paytaxtı İsfahana köçürür. Bu deməli danışdıqlarımız Şah Abbasın daxili siyasəti idi. Biz Şah Abbasın daxili siyasətində hərbi inzibati islahatlar haqqında danışdıq. İndi gəlin Şah 1-ci Abbasın xarici siyasətinə baxaq görək. Şah Abbas xarici siyasətdə hansı uğurlu addımlar atmışdı? Deməli, xarici siyasətinə nəzər salaq. Biz mövzumuzun əvvəlində qeyd etmişdik ki, Şah Abbasın ümumiyyətcə hakimiyyətə gələn ərəfədə torpaqları həm Osmanlılar tərəfindən, həm də Şeybanlılar tərəfindən işğal olunmuşdu. Buna görə də əsas məqsəd Xorasanı Şeybanlılardan geri almaq və həmçinin də 1586-89-cu illər ərzində aparılmış müharibələr zamanı Osmanlıların işğal etdiyi torpaqları geri almaq məqsədi daşıyırdı. Bu ikinci məsələ. Üçüncü məsələ isə Hörmüzü Portuqaliyadan geri almaq. Biz bilirik ki, Şah İsmail Portuqaliya ilə hərbi razılığa gəlmişdi. Yəni Portuqaliya Səfəvilərə
odlu silah verməli idi və bunun müqabilində isə Səfəvlər də Portuqaliyanın Hörmüzdə möhkəmlənməsinə mane olmadılar. Bəs Hörmüzün əhəmiyyəti nə idi ki, Şah Abbas Hörmüzü Portuqaliyadan geri almaq istəyirdi? Hörmüzün əhəmiyyəti biz burada qeyd etmişik. Hörmüz İran və Oman dövlətlərini birləşdirən körfəz idi və bu körfəz vasitəsilə də Səfəvlər Hind okeanına çıxış əldə edirdilər. Hörmüzün əhəmiyyəti buna görə yüksək idi. Və Şah Abbasın islahatları mərkəzi hakimiyyətin möhkəmlənməsinə, Səfəvlərin öz keçmiş qüdrətini bərpa etməsinə şərait yaratdı. Və bu məqsədlə deməli, məsələn, Hörmüzü geri almaq, həmçinin Osmanlılarla, Səfəvlərlə, deməli, Şeybanlərlə deməli, əraziləri geri almaq üçün Şah Abbas bir sıra Avropa dövlətləri ilə diplomatik əlaqələr qurmuşdu. Biz burada qeyd etmişik, 1-ci Şah Abbasın diplomatik əlaqələr qurduğu ölkələr. Deməli, İngiltərə, Fransa 5 dənə ölkədir, İspaniya, Rusiya və Müqəddəs Roma imperiyası ilə diplomatik əlaqələr qurmuşdu. Şah Abbasla bağlı, 1-ci Şah Abbasla bağlı mövzumuzda bir mənbə qeyd olunub. Gəlin o mənbəni oxuyaq. 1-ci Şah Abbas cəsur, müdrik, səbirli və tədbirli, ədalətli bir dövlət xadimi olmaqla yanaşı savadlı, geniş dünya görüşünə sahib olan bir şəxs olmuşdu. Ağıllı strateji hədəflər müəyyən edir, müdrik siyasət yürüdürdü. Sülh yolu ilə münaqişəni həll etmək mümkün olduğu halda müharibəyə üstünlük vermir, uzun da olsa sülh yolu ilə problemi həll etməyə çalışırdı. Və həmçinin də Şah Abbas müharibə üçün çətin olan qış mövsümündə də əməliyyatlar keçirirdi. Sadə geyinir və dəbdəbəni sevmirdi. Əsas məqsədi ölkənin rifahını və təhlükəsizliyini təmin etmək idi. Bu ölkənin yaxşı idarə edilməsi üçün hökmdarının bacarıqlı olması və olması əsas şərt idi. 1-ci Şah Abbas öz dövründə yaşamış bütün şair və alimlərlə dostluq etmiş, özü də indiyə qədər yüksək qiymətləndirilən şeirlər yazmışdı. Göründüyü kimi bu da Şah Abbasın şəxsiyyəti haqqında bizə dolğun məlumat verir. Bu mövzu ilə bağlı dərsimiz bu qədər. Hər birinizə uğurlar.